Sizə bir dənə resept deyəcəm. Saxlaya bir dənə burada. Resept rusca yox, poddeşka yox, hələ rusca deyirəm. Heç rus dili bilən adam deyiləm. Gəlirəm, birdən-birə ayağım sürüşür. Başlayaq. Salam. Hicama vasitəsilə və manual terapiya vasitəsilə, fitoterapiya vasitəsilə bir çox xəstələri müalicə eləmək olur. Əsasən də təzyiqdən, qaraciyər piylənməsindən, xolesterindən əziyyət çəkənlər. Bu kimi həkimlərə müraciət eləməklə fitoterapiya ilə, manualla, hicama ilə qanı təmizləmək olur. Sizə indi bir dənə resept deyəcəm. Reseptimiz nədən ibarətdir? 21 ədəd cəfəri, yarım limonun suyu, 3 diş sarımsaq, 1 stəkan su. Blenderdə qarışdırılır, səhər-səhər yeməkdən yarım saat əvvəl qəbul olunur. Daha çox əziyyət çəkənlər, çəkisi daha çox olanlar səhər hazırlayır, səhər içir, axşam hazırlayır, axşam içir. Bu vasitə ilə, bu reseptlə müalicə eləmək daha mümkün, daha rahat olacaq. Əlavə olaraq da hicamadan, manual terapiyadan istifadə etmək lazımdır. Bu üsul ilə bədəndə olan xolesterini, triqlosidi təmizləmək olur. Buna daha köməkçi bir vasitə kimi hicamanı məsləhət görürəm. Hicama ilə bədəndə olan xolesterini, triqlosidi təmizləmək mümkündür. Kim bu kimi xəstəliklərdən əziyyət çəkirsə, bizə müraciət eləyə bilər.